Xanımlar, bugün sizlərə çox faydalı bir postla gəlmişəm. Çox faydalı bir video çəkmək istəyirəm. Ağ paltarlarımın sirri necə olur? Ağ paltarlar tərtəmiz ağappaq olur. Baxın bu sabuna. Bu sabunun adı Polimeradır. İran mağazasında, digər adi supermarketlərdə, Arazlı, Bazarstore, Bravo'dur, hamısında bu sabundan var. Bu da olmasa, bu adətən yenə deyirəm İran dükanlarında olur gülmar. Bu gülmar kimdirsə, yəni İran mağazalarında gülmar adında bir çox məhsullar var. Gülmar gülçüdür, gülmar sabunudur. Gülmar sabununun həm 50 yuvan üçün var, həm də paltarlar üçün, sırf ağ paltarlar üçün. Bu da çox möhtəşəmdir, qoxusu da çox möhtəşəmdir. Baxın yazıb 72%, qabaq 72% sabunlardan. Qabaqlar da 72% sabunlar var idi. Yazma gəldi, mən həmçinin nənəm bildi olurdu. Özdə o sabunun özünə məxsus bir qoxusu var idi. Amma bu da 72% yazıb, tam portakal qoxusu gəlir. Bax bu sabundan bir dənə alıram, fərq eləmir. 72% ağ paltarlar üçün olan şərt deyil də bu sabunu alasınız. Sabunu aldınız və bir tyorka lazımdır. Sabunu tyorkadan keçirdirsiniz. Belə edeyim ki, daha rahat. Mən bunu ayırmışam, sırf sabunu tyorkadan keçirdirəm. Yəni bu tyorkanı sırf ona görə ayırmışam. Bu qədər hazır. Bir dənə sabunu tyorkadan keçirdim. Fərq eləmir, necə qab istəyirsinizsə elə. İndi məndə hələlik bu qab var deyə belə qaba yığıram. Baxın belə. Hər dəfə paltar yuyanda ağ paltarlar fərq eləmir. Pastellər olsun, fərq eləmir, süfrələr olsun, fərq eləmir, mayka olsun, nə olur olsun. Ağları nə yuyursunuzsa, bundan baxın belə, bu qədər. Bir ovucdan az və barmaqlarımızın ucu qədər. Şeyə yox, paltaryanın içinə, ancaq baravana. Ondan bu qədər əlavə tökürsünüz. Digər əlavələr də nə töküləcəksə, paraşoku, nə tökürsünüzsə, onlarda da tökülür. Paltarlar olur ağappaq, qar kimi, tərtəmiz. Bu qədər.